Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Gəlin 99 nömrəli proqramın tərtibinə baxaq. Mərkəzi O nöqtəsi olan dairənin radiusu və alfa bucağının radianla qiyməti girişə verilmişdir. Rənglənməmiş hissənin sahəsini hesablayıb çap edən proqramı Python dilində yazın deyir. Deməli uşaqlar, e, ümumiyyətlə burada nə veribsə biz onu daxil edirik. Alfa bucağını verib, bir də radiusu verib deyə olduğu kimi gəlin biz də yazaq. Və burada biz pi-ni daxil eləməliyik. Bir çevrənin sahə düsturu pi r kvadratıdır. Və riyazi ifadə olduğuna görə burada biz import mass-dən istifadə eləməliyik. Import mass. Bəli. Daha sonra isə uşaqlar daxil edirik r-i. R bərabərdir. Float həqiqətə də ola bilər deyə float tipində daxil edəcəm. Input mötərizəni açıb bağlayıram. Daha sonra alfa yazacağım. Alfa bərabərdir. Yenə floatdan istifadə edəcəm. Float mötərizəni açıb bağlayıram. Input mötərizəni açıb bağlayaq. Daha sonra isə uşaqlar biz ümumiyyətlə çevrənin sahəsini bilirik. S bərabərdir. Pi r kvadratıdır. Yəni mass nöqtə pi yazacağam. Vurulsun r-in kvadratı. Bax, bu olsun bizim çevrəmizin sahəsi. Və rənglənmiş hissənin uşaqlar. Yəni bu segmentin sahəsi nə olacaq? Segmentin, bax, sektorun sahəsi. Yəni bu hissənin sahəsini göstərir. Alfa vurulsun pi r kvadratı bölünsün 360 olmalıdır da, düzdürmü? Yəni gəlin bura, elə mən də yazacağım bura. Sektor, hansı ki rənglənmiş hissə. Sektor bərabərdir. Alfa vurulsun pi yazacağım bura. Mass nöqtə pi pi-ni yazdıq. Vurulsun r kvadratı, r-in kvadratı və uşaqlar. Gəlin bunu ən yaxşısı belə mötərizədə yazaq. R-in kvadratı yazaq. Daha sonra bir də nə yazacağım? Bir də bölünsün 360. Bu ifadəni gəlin bütöv formada mötərizəyə alaq. Alfa vurulsun, pi vurulsun, r-in kvadratını mötərizəyə alıram və ifadəni bölürəm 360. 360 özü də aşıqlar 2 pi-yə bərabərdir, düzdürmü? Birbaşa yazacağım 2 vurulsun pi. Yəni mass pi yazacağım. Nöqtə pi. Bəli. İndi bax, bütöv çevrənin sahəsini bildik. Rənglənmiş hissənin sahəsini də bildik. Rənglənməmiş hissənin sahəsini hesablamaq üçün isə yazacağım bura rənglənməmiş hissə bərabərdir. S çıxılsın sektor. Bəli, printin içərisində yazacağım burada dırnaq ifadəsinin içərisində ehtiyac nöqtəsində dırnağa yazaq bura rənglənməmiş. Salam uşaqlar. Bu da olacaq bizim. İndi bura məsələlərdə, burada məsəl üçün şəkildə təsvir edilmiş sektorun sahəsini tapın deyir. Rənglənmiş hissənin sahəsini istəyir bizdən. Bax, burada görürsünüz, radius verilib, dərəcə verilib. Yəni biz bunu tapmış olasıyıq. Bu məsələyə görə bu düsturdan istifadə edə bilərik. Rənglənməmiş hissənin sahəsini isə pi r kvadratından çıxarıq həmin bu sektorun, belə deyim, sektordan aldığımız cavabı. Yəqin ki, aydın oldu düstur sizə. Gələk növbəti məsələyə baxaq. Deyir ki, Ankanın faylların yerləşdirilməsi üçün istifadə etdiyi şəbəkənin yükləmə sürəti k megabit saniyə, yadigarın istifadə etdiyi şəbəkədə isə m gigabit dəqiqədir. Deməli, birinin sürəti verilib, birininki isə digərinə də sürət verilib. Gəlin elə olduğu kimi, onlar necə veribsə, biz də yazaq bura. Anka
faylların yerləşdirmək üçün istifadə olunan sürəti K ilə ifadə edilib də K bərabər olsun. K daxil eləyək. Bərabərdir. Int mötərizəni açıb bağlayaq. Yazaq bura. Input. Digəri isə M-dir. M bərabərdir. M bərabərdir. Int input mötərizəni açıb bağlayıram. Bəli. Bu biri gigabitlə verilib, biri isə megabitlə verilib aşıqlar. Tez zaman müddətində Ankava yadigar deyil, heç bir itki, dayanma və qırılma olmadan serverlərə faylları yükləmişdir. K, M və T-nin girişə veriləcək tam qiymətlərində yüklənən informasiyaların həcminin fərqi modulunu megabaytla çapa verən proqram aşıqlar. Deməli, sadəcə olaraq burada K megabit saniyə verilib, birində sürət verilib, K megabit saniyə, megabitlə verilib. Megabit bölünsün saniyə ilə verilib. V-ni verib də təbii ki, bu V-dir. Və T zaman müddətində hər ikisində T zaman müddətidir. Bax, bundakı sahənin düsturu, sahə yol düsturunu biz bilirik də, düzdürmü? Ki, sahəni tapmaq üçün sürəti vurarıq zamana. Bax, burada Ankanın faylları yerləşdirməsi üçün T zaman müddətində ümumiyyətlə ümumi yolu megabit saniyə vurulsun T-dir və digərininki isə gigabit saniyə vurulsun T-dir ay uşaqlar. Məndən nəyi soruşur? KMT girişə veriləcək tam qiymətlərində və burada T-ni də girişə verir deyə mən gəlin T-ni də yazım. T bərabərdir. Tam qiymət dediyinə görə hər birində int ilə qeyd edəcəm. Int, mütərizəni yenə açıb bağlayaq. Input və bağlayaq bu şəkildə. İnformasiyaların həcminin fərqi modulu. Həcmini də bilirik də. Bax, bu megabit saniyə vurulsun T-dir. T-ni nə ilə vurub? T-ni saatla verib, aşağılar. T saatdır. Bax, T saatdır. Megabit vurulsun, bölünsün saniyə, vur saat. Saatı təbii ki, mən çevirməliyim saniyə. Və yaxud da, bəli, elə çevirək gəlin saniyə. 1 saatın 60 dəqiqə, 60 dəqiqəndə 3600 saniyə, düzdürmü? Yəni, mənim cavabım megabit bölünsün saniyə, vurulsun, T vurulsun 3600. Bax, hal-hazırda cavabımı megabit saniyəni vurmuşam saniyə, düzdürmü? Cavabım nə ilə ifadə olunacaq? Cavabım ifadə olunacaq megabitlə. Mənim cavabım megabitlə ifadə olunacaq, ümumi həcmi. Digərində də eyni şəkildə, burada da T-ni əgər vursam gigabit bölünsün saniyəni 3600-ə, burada da mən zamanı saniyəyə çevirmiş olaram və cavabım alınacaq gigabitlə. Gigabitlə təbii ki, megabiti toplaya bilmədiyimə görə ya gigabiti megabayta çevirməliyim, ya da megabiti gigabitə çevirməliyim. Aşağılar ikisindən biri. İndi bax, ən sonda bizim həcmlərimiz belə alınacaq. Həcmlərimiz bu şəkildə alınacaq. Düzgün çevirmə aparmaq üçün böyükdən kiçiyə vurarıq. Nəyi vuraram? Burada verilmiş bu gigabiti mən vuraram 1024-ə və nəticədə çevirmə apararam megabitə. Və salam aşağılar. Gəl neyini? Onu burada da tətbiq eləyək. Deməli mən birinci həcmdə S1-də aşağılar bərabərdir. K, yəni megabit bölünsün saniyəni vuraram T-yə və aşağılar. Saniyəni, saatı saniyyə çevirmək üçün bir də vuraram 3600-ə. Bu olsun bizim S1-ci həcmimiz. S2-ci həcmimiz də bərabər olacaq. M vurulsun T və vurulsun yenə 3600. Hal-hazırda yuxarıda verilən cavabım gigabitli ifadə olunub, aşağıdakı cavabım isə megabitlə ifadə olunub və bunların hər birinin həcmini tapmaq üçün məsələn 3 yazıram. Nə istəyir? Fərqini istəyir məndən. Yazaq bura. Fərq bərabərdir.
S1 S1 vurulsun 1024 çıxılsın nə? Hə, bu arada cavabı megabaytla istəyir. Hə, bunu görməmişəm mən. E, Gigabitdən megabayta çevirmək üçün böyükdən kiçiyə vuraram, kiçikdən böyüyə bölərəm. Bəli, S1-i 1024-ə vurarıq və aşağılar bölərəm 8-ə. Yəni bitdən bayta çevirmə aparmaq üçün 8-ə bölərəm. Bax, bu oldu bizim megabaytla ifadəmiz. Daha sonra bundan da çıxaram S2-nin və S2-ni də təbii ki, mən megabayta çevirməliyəm. Mega olduğu kimi durur. Bitdən bayta böləcəm. Yəni böləcəm 8-ə. Və salam uşaqlar. Bu da olacaq bizim iki həcmin fərqi düsturu. Amma bizdə modulla istəyir da. Görürsünüz fərqi modulu. Ona görə gəlin bunun əvvəlində absolutda yazaq. A, B, C. Tövr şəkildə mötərizəyə də almaq. Təbii ki, lazımdır modul istədiyinə görə. Buradan da yazacağım bir dənə print mötərizədə fərq. Və salam uşaqlar. Çevirmələr yəqin ki, yadımızdadır. Adi məsələdir. Məsələ proqram ümumiyyətlə uzun olsa da fərqli bir şey istəmir bizdən. Yol düsturunu bilirik. Biz S bərabərdir V vurulsun T. Yolu tapmaq üçün, həcmi tapmaq üçün, yəni sürəti vurmalıyıq zamana. Sadəcə olaraq çevrilmələr biraz fərqlidir. Hər birində megabiti də megabayta gətirmək lazımdır. Sonda megabayt istədiyinə görə gigabiti də megabayta gətirmək lazımdır. Bir də burada saniyə deyir, burada isə dəqiqə. Mən bunu gözdən qaçırmışam, təəssüf ki, bura 60 yazacağım. Bəli, dəqiqədən, burada saniyədən, deməli, burada saatı saniyəyə çevirmişəm. Saniyə çevirmişəm. Burada isə saatı dəqiqəyə çevirməliyəm. Ona görə burada vururam 60-a. Bu da olacaq bu şəkildə.